Değerli izləyicilər, Azərbaycan Dil Ədəbiyyatı müəllimləri, ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər, Miq və sertifikasiya mətnləri silsiləsindən 18-ci mətnimizlə tanış olaq. 18-ci mətndə keçən dərs dediyim kimi, 18-ci sualda keçən dərs dediyim kimi böyük mətnin 3-cü sualı gəlir indi. O mətndə siz tanışsınız. İndi sualı səsləndirirəm, sonra yenə mətni səsləndirəcəyim. Mətnə əsasən Ramazan orucunun aralıqlı aclıqdan fərqi hesab edilə bilməz. 1. Qaraciyər və böyrəklər istirahət edir. 2. İltihab əleyhinə təsirə malikdir. 3. Yağ toxumalarını daha sürətlə parçalayır. 4. Dopamin asılılıqları ilə mübarizə üsuludur. 5. Yalnız sağlamlığı məqsədlidir. İndi mətni sizin üçün səsləndirirəm. Sizin üçün tanış mətndir bu. Aralıqlı aclıqda mənəvi faktor yoxdur. Yalnız sağlamlıq məqsədlidir. Ramazan orucunda isə güclü mənəvi, ruhani məqsəd və iradə tərbiyəsi var. Elmi araşdırmalar göstərir ki, bədənə su daxil olmadıqda, hüceyrələr öz daxili su ehtiyatlarını yaratmaq üçün yağ toxumalarını daha sürətlə parçalayır. Bu proses zamanı ortaya çıxan metabolik su hüceyrənin ən təmiz su mənbəyidir. Aralıqlı aclıqda su içmək sərbəstdir. Ramazan orucu isə quru oruçdur. Digər tərəfdən, regenerasiya daha sürətli baş verir. Su qəbulu olmadıqda bədən sanki ekstremal təmizlik rejiminə keçir. Bu, iltihab əleyhinə təsirin aralıqlı aclığa nisbətən 3 dəfə daha güclü olmasına gətirib çıxarır. O cümlədən gün boyu böyrəklər və qaraciyər istirahət edir. Bu da sonradan həmin orqanların daha səmərəli işləməsinə kömək edir. Ramazan orucu dopamin asılılıqları ilə, məsələn, şəkər və ya texnologiya asılılığı mübarizədə elmi cəhətdən sübut olunmuş bir üsuldur. Ramazan orucu bədənin həm biokimyəvi, həm də neyroloji səviyyədə tam transformasiyasıdır. Aralıqlı aclıqda mənəvi faktor yoxdur. Yalnız sağlamlıq məqsədlidir. Ramazan orucunda isə güclü mənəvi, ruhani məqsəd və iradə tərbiyəsi var. Elmi araşdırmalar göstərir ki, bədənə su daxil olmadıqda, hüceyrələr öz daxili su ehtiyatlarını yaratmaq üçün yağ toxumalarını daha sürətlə parçalayır. Bu proses zamanı ortaya çıxan metabolik su, hüceyrənin ən təmiz su mənbəyidir. Aralıqlı aclıqda su içmək sərbəstdir. Ramazan orucu isə quru oruçdur. Digər tərəfdən, regenerasiya daha sürətli baş verir. Su qəbulu olmadıqda, bədən sanki ekstremal təmizlik rejiminə keçir. Bu, iltihab əleyhinə təsirin aralıqlı aclığa nisbətən 3 dəfə daha güclü olmasına gətirib çıxarır. O cümlədən gün boyu böyrəklər və qaraciyər istirahət edir. Bu da sonradan həmin orqanların daha səmərəli işləməsinə kömək edir. Ramazan orucu dopamin asılılıqları ilə, məsələn, şəkər və ya texnologiya asılılığı mübarizədə elmi cəhətdən sübut olunmuş bir üsuldur. Ramazan orucu bədənin həm biokimyəvi, həm də neyroloji səviyyədə tam transformasiyasıdır. Bu sual sizin üçün asan görünə bilər, amma çox diqqətli olmanızı tələb edən bir sualdır. İndi siz videonu saxlayıb sualı cavablandıra bilərsiniz. İndi isə mən sizə onun oxu variantını təqdim edirəm. Bir daha vurğulayıram. Çox diqqətli olmaq lazımdır. Çox diqqətli olmaq lazımdır. Bizim xalqın oxuyub mənimsəməsində və dinləyib mənimsəməsində ən çətin məsələ, ən problemli məsələ diqqət məsələsidir. Bəzi məsələlərə diqqət yetirmir. Bir yerdə siz videonu saxlayırsınız, mətni cavablandırırsınız, gələn dərs bu mətnin suallarına izahat verəcəyəm. İndi isə keçək 17-ci mətnə. Daha doğrusu 17-ci sual. Mətnin strukturu ilə bağlı suallar həmişə çətin olur. Çünki burada mətni bütün kompleks anlamaq lazımdır, strukturunu doğru qavramaq lazımdır. İndi baxaq bizim bu mətnimizə. Birdə yazıb ki, mətnin tərkib hissələri arasında əlaqə zəifdir. Mətndə belə bir şey yoxdur. Giriş hissədə
aralıqlı aclıq və Ramazan orucu haqqında kiçik bir məlumat verilir. Sonra isə giriş hissədə qoyulmuş məsələ ki, yəni sağlamlıq məqsədlidir. Aralıq orucu da, o cümlədən Ramazan orucu da sağlamlıq məqsədlidir, amma Ramazan orucunda mənəvi tərəf də var və bu sonradan əsas hissədə bu fikirlər izah olunur, şərh olunur. Nəticə hissəsində isə ümumiləşdirilmiş bir fikir var. Ramazan orucu bədənin həm biokimyəvi, həm də neyroloji səviyyədə tam, yəni baş səviyyəsində, əsəb səviyyəsində tam transformasiyası. Deməli, birdəki fikir yanlışdır. Əlaqə zəif deyil. Giriş hissəsinə aid bir cümlə əsas hissənin tərkibində işlənmişdir. Əgər diqqətli olsaydıq, görərdik ki, ikinci abzasın son cümləsi aralıqlı acılıqda su içmək sərbəstdir. Ramazan orucu isə quru oruçdur. Bu, birinci abzasda olmalıydı. Mətnin giriş hissəsində olmalıydı. Çünki aralıqlı acılığın deyək ki, Ramazan orucunun biz yaxşı bilirik nədir. Amma aralıqlı acılığın nə olduğunu bilmirik. Ümumiyyətlə, hələ Ramazan orucunun da nə olduğunu bilməyən adamlar var. Yəni, nə cür tutulmasını bilməyən adamlar var. Amma aralıqlı acılıq da daha az məşhurdur. Ona görə burada bir giriş cümlə var ki, aralıqlı acılıqda su içmək sərbəstdir. Ramazan orucu və quru oruçdur. Bu, birinci abzasda, giriş hissəsində olmalıdır. Ona görə bu fikir doğrudur. Abzasların ardıcılığı pozulmuşdur. Qətiyyən belə bir şey hiss olunmur. Yəni, normal şəkildə fikirlər bir-bir ardıcıl şəkildə verilir. Deməli, 3 səhv 1 və 3 cavabından imtina edirik. Dördüncü fikir, giriş hissədə verilmiş fikirlər əsas hissədə tam şərh edilməmişdir. Əksinə, biz sual sizdə əvvəldən belə idi. Əsas hissədə şərh edilməmişdir. Aha, şərh edilməmişdir. Biraz tam sözü burada yanlışlıq yarada bilər. Görünür, bax bunu mən indi burada xətliyim, tam sözünü oxumayaq. Aha. Giriş hissədə verilmiş fikirlər əsas hissədə şərh edilməmişdir. Əksinə, şərh edilib. Həm sağlamlıqda Ramazan orucunun və aralıqlı acılığın nə demək olduğu bizim üçün izah edilir. Dördüncü abzasda isə bu hissədə Ramazan orucunun mənəvi tərəfi, insanın dopamin asıllıqlarla mübarizəsində bir üsul olması, yəni şəkər və ya texnologiya asıllığı və ya deyək ki, siqaret asıllığı və ya digər başqa asıllıqlar. Yəni, ondan adamı azad eləyə bilir. Adam əgər 13 saat, 14 saat oruç tuta bilirsə, hətta 15 saat bəzən oruç tuta bilirsə, demək, onda iradi hisslər formalaşır, dopamin asıllıqları var ki, bədən səni məcbur eləyir ki, siqaret çək və yaxud bədənliyində baş sinir sistemi səni məcbur edirsə ki, get siqaret çək və yaxud telefondan qopma. Bu, iradi qabiliyyətlər, deməli, oruç tutaraq iradəni möhkəmlədirsən və bu asıllıqlardan da qurtulmağa adama kömək eləyir. Ona görə, əsas hissədə şərh edilməmişdir fikri, səhif olur, çünki izahı verilmişdir. Həm mənəvi tərəfin, həm də sağlamlıq tərəfinin. Deməli, 4-dən də imtina edirik. Əsas hissədə girişdəki hökm əsaslandırılmışdır. Bəli, girişdə verilmiş fikir, burada söylənilmiş fikir, əsas hissədə neyniyibdir? Əsaslandırılıbdır. Ona görə bu fikirdə doğrudur. Doğru fikirlərimiz olur. 2 və 5 A variantı. İzahıma diqqətlə qulaq assanız, inanıram ki, qəbul edəcəksiniz. Bəzən belə düşünürlər ki, burada yenə deyirəm, tam sözünü çıxmaq şərti ilə burada bəlkə tam sözü sizi çaşdırar. Birinci sualda tam sözü yox idi. Mən necə olsa bunu burada saxlamışam. Giriş hissədə verilmiş fikirlər əsas hissədə şərh olunur. Yəni, tam sözü də sizi çaşdırar deyə götürmək istəmişəm o sözü. Yəni, əslində, bu 4-cü abzasda mənəvi tərəfindən də danışılır. Abzasların ardıcılığı pozulmayıb. O cümlədən mətnin tərkib hissələri arasında əlaqə zəif deyil. Doğru fikir olur. 2-5 A variantı. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.